Elhamdülillah ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Barakallahu fikum qardaşlar. Allah subhanallah sizə bərəkət versin və Allah subhanallah bu məclisimizi xeyirli, bərəkətli etsin. Və Allah subhanahu və taalanın müvəffəqiyyəti ilə yeni bir kitab götürürük. Allah subhanahu taalanın izni ilə, Allah subhanahu taalanın köməkliyi ilə. Və kitabın mövzusu çox əhəmiyyətli bir mövzudur və hətta ən əhəmiyyətli mövzudur. Barakallahu fikum. O da nə mövzusudur? Tevhid mövzusudur ki, hansı ki Allah subhanahu və taala bütün yaradılışı məhz bunun üçün yaratmışdır. Allah subhanahu bütün yaradılışı tevhid üçün yaratmışdır. Allah subhanahu və taala insanları və cinləri məhz bunun üçün yaratmışdır. Tevhid üçün yaratmışdır. Allah'a ibadət üçün yaratmışdır. Yalnız Allah'a ibadət üçün yaratmışdır. Və həmçinin insanların xoşbəxt və bədbəxt olmaları da buna görədir və tevhidə görədir. Barakallahu fikum. İnsanların xoşbəxt və bədbəxt olmaları da məhz onların tevhidi təhqiq edib etməmələrinə görədir ki, Allah subhanahu bizləri sabit sözlə dünyada da, ahirətdə də sabit etsin. Və götürdüyümüz kitab Muhammed ibn Abdülvahhab rahimehullahın kitabıdır. Muhammed ibn Abdülvahhab rahimehullahın kitabı tevhididir. Və Muhammed ibn Abdülvahhab rahimehullah Əhl-Sünnə alimlərindəndir. Hicri tarixlə 1115-ci ildə, miladi tarixlə 1703-cü ildə dünyaya gəlmişdir və Əhl-Sünnə alimlərindəndir. Və yəni elmi ortamda böyümüşdür. Yəni ailəsi, atası, əmisi nədir, elm əhli olmuşdur və həmçinin babası elm əhli olmuşdur. Yəni elmi ailəni, elm beşiyində göz açmışdır. Elmi ortamda böyümüşdür Muhammed ibn Abdülvahhab rahimehullah. Və Əhl-Sünnənin alimlərindəndir Muhammed ibn Abdülvahhab rahimehullah və çox müəlliflərin təlif etdiyi kitablar var, risalələri var və onlardan da biri həmin bu kitabdır. Və Muhammed ibn Abdülvahhab rahimehullah bu kitabı yazmağında səbəb, yəni yazmalarında səbəblərdir. Yəni Muhammed ibn Abdülvahhab rahimehullahın vaxtında şirk nədir? İslam ümmətində şirk geniş yayılmışdı. Yəni müsəlmanların arasında Allahdan qeyrisini istəmək, Allahdan qeyrisini ibadət etmək, qəbirlərdən istəmək, qəbirlərə ibadət etmək geniş yayılmışdı. Və Muhammed ibn Abdülvahhab rahimehullah da bunun üçün həm bu şeyləri gördüklərinə görə bunu etmişdi, yəni tevhidə başlamışdı, tevhidə dəvət etməyə başlamışdı. Təbii ki, həmin vaxt yəni Muhammed ibn Abdülvahhab rahimehullahın vaxtında alimlər var idilər ki, tevhidə dəvət edən alimlər var idilər. Sadəcə Allah subhanahu taala Muhammed ibn Abdülvahhab rahimehullaha nə etdi? Yəni dəvətinə bərəkət verdi və onu üzə çıxartdı. Barakallahu fikum. Hansı ki, hətta gəlir qıssalarında gəlir ki, Muhammed ibn Abdülvahhab rahimehullah Məkkədə Mültəzəm deyilən yer var. Mültəzəm o qapıda, Məkkənin qapısında, Kəbənin qapısında. Orada yəni əllərini qoyur və hətta dua edir ki, Allahım yəni mənimlə yəni İslam'a fayda ver. Yəni mənimlə İslam'a fayda ver. Və mənimlə İslam'a kömək ol, yəni mən İslam'a fayda ver buyurur, dua edir Muhammed ibn Abdülvahhab rahimehullah. Və inşallah ki, onun bu duası da qəbul olunmuşdur. Hansı ki, baxırsan günümüzdə onun bu dəvəti, Muhammed ibn Abdülvahhab rahimehullahın dəvəti dünyanın hər tərəfinə yayılmışdır. Və Muhammed ibn Abdülvahhab rahimehullahın dəvəti, Muhammed ibn Abdülvahhab rahimehullahın dəvəti təzə ortaya çıxmış, yeni gətirilmiş bir şey deyil. Yəni biz deyəndə ki, Muhammed ibn Abdülvahhab rahimehullahın dəvəti geniş yayılmışdır. Yəni Muhammed ibn Abdülvahhab rahimehullahın gətirdiyi təzə bir şey yoxdur. Yəni Muhammed ibn Abdülvahhab rahimehullahın etdiyi dəvəti ondan öncə nədir? Əhl-Sünnə alimləri, Allah Rasulü öndə, Allah Rasulü sallallahu aleyhi və səlləm, ondan sonra gələn sahabilər, tabiin, ətbə, tabiin, sələflər də nədir? Həmin dəvət etmişlər. Yəni də Allahın təşriyinə çağırmışlar, Allahın yoluna çağırmışlar insanı. Sadəcə Muhammed ibn Abdülvahhab rahimehullah həmin o yəni şirkin yayıldığı bir vaxtda ortaya çıxır və nə edir? Yəni həmin o şirklə
və bidətlə mübarizə aparır. Və Allah subhanahu wa ta'ala onun bu dəvətinə bərəkət verir. Allah subhanahu wa ta'ala onun bu dəvətinə bərəkət verir. Və təbii ki, Muhammed ibn Abdülvahhab rahimehullah'a qarşı çoxlu düşmənçiliklər eləyənlər olur. Yəni ona iftira atanlar olur, ona böhtan atanlar olur. Yəni Muhammed ibn Abdülvahhab rahimehullah'ı sanki müsəlmanların qanın, malın halal görürmüş kimi neyinlər təqdim edirlər. Hansı ki Muhammed ibn Abdülvahhab rahimehullah bundan uzaqdır. Bunlardan bəziləri yəni ona düşmənçilik eləyən kəslər olur, bilə-bilə yəni bu iftiraları atırlar. Və bəziləri də yəni özləri Muhammed ibn Abdülvahhab rahimehullah sanki tabe olurmuş kimi göstərib, günümüzdə təkfirçilər və xavariclər sanki onu tabe olurmuş kimi göstərib, insanları haqsız yerə təkfir edib, haqsız yerə nə deyim, onların qanların, malların halal görmələri nə deyim, Muhammed ibn Abdülvahhab rahimehullah haqqında sanki yaxşı bir təəssürat buraxmır insanlarda. Yəni sanki insanlar həmin o yəni təkfirçiləri, xavaricləri görəndə sanki elə bilirlər ki, nə deyim, Muhammed ibn Abdülvahhab rahimehullah'ın dəvəti budur. Hansı ki Muhammed ibn Abdülvahhab rahimehullah yəni risalələri çoxdur və risalələrinə, kitablarına baxdığı zaman nə deyim, Muhammed ibn Abdülvahhab rahimehullah açıq-aşkar müsəlmanları haqsız yerə heç kimi təkfir etməyib. Hətta Muhammed ibn Abdülvahhab rahimehullah'ın sözləri var ki, yəni biz Muhammed ibn Abdülvahhab rahimehullah'a ittiham atırlar ki, Muhammed ibn Abdülvahhab rahimehullah sanki onun yanına gəlməyənləri, onun yanına hicrət etməyənləri təkfir edir. Muhammed ibn Abdülvahhab rahimehullah buna rəddiyə olaraq cavab verir ki, yəni biz deyir insan, yəni Əhməd Əl-Bədəvi, sözə diqqət edin subhanallah, Əhməd Əl-Bədəvin, Abdülqadir Ceylaninin bütünə səcdə edənləri deyir biz hüccət qaldırmamış təkfir etmirik. Yəni onların bütünə səcdə edənləri biz hüccət qaldırmamış təkfir etmirik. Necə ola bilər ki, bizə, yəni tövhid əhli olub bizə hicrət etməyənləri təkfir edək, malın qanını halal görə. Bu da nə deyir? Subhanəkə hələ buhtanun aldım deyir. Ey Rəbbim, sən pəş və nöqsansızsan, həqiqətən bu əzəmətli bir böhtandır. Və insanlar, yəni insanlar haqqında sıravi insanlarda, ümumi sıravi cəmaatda Muhammed ibn Abdülvahhab rahimehullah haqqında yəni pis bir obraz yaradılır. Sanki Muhammed ibn Abdülvahhab rahimehullah təzə bir şey gətirib, yeni bir şey gətirib, insanları Peyğəmbərdən, Qurandan başqa bir şeyə dəvət edib. Amma həqiqətdə baxanda nə deyim, Muhammed ibn Abdülvahhab rahimehullahın dəvət etdiyi məsələ, dəvət etdiyi şey məhz Allah Rasulunun sallallahu aleyhi və səlləmin və sələflərin tabi olduğu bir məsələ. Və hətta bir qıssə keçir, Muhammed ibn İbrahim Əli-Şeyx rahimehullah onu zikr eləyir, deyir ki, Abdurrahman Əl-Bəkri rahimehullah Ən-Nəcd deyir, o deyir, elm tələbələrini idi, tazir elm tələbə, yəni tazir idi, həm də elm tələb edirdi. Və deyir, o yəni ticarəti üçün, yəni ölkələrə gedirdi və bəzən Hindistana getmişdi ticarət üçün. Və deyir, bəzən Hindistana getdiyi zaman, yəni getdiyi yerdə bəzən görürsən, yəni günlərlə, həftələrlə və yaxud da ayla qala bilirdi həmin yerdə, yəni ticarət üçün. Və deyir ki, yəni bir gün deyir ki, həmin o Abdurrahman Əl-Bəkri Ən-Nəcd deyir ki, bir gün deyir Hindistanda olanda deyir, yəni yanında qaldığım meçidə gedirdim, evimin yanında qalan meçidə gedirdim. Və deyir, orada da bir alim deyir var idi, xütbə verirdi. Həm meçidin yəni xatibi, alimi xütbə verirdi və dərslər deyirdi. Və hər gün deyir, dərsindən sonra nə edirdi? Muhammed ibn Abdülvahhab rahimehullah lənət oxuyurdu. Və onu təkfir edirdi, onun kafir olduğunu deyirdi və ona lənət oxuyurdu deyir. Və deyir, subhanallah, bir günlər deyir, yəni bu deyir mənə çox pis təsir edirdi. Yəni onun bu cür hərəkət etməsi, yəni bu cür dua etməsi. Çünki yəni Muhammed Abdülvahhab rahimehullah haqsızlıq etmiş olurdu bu cür etməsi ilə. Və deyir, o cür yəni mənim yanıma gəlirdi, yəni mənimlə görüşürdü və mən deyirdi ki, həmin o alim deyirdi ki, mən ərəb dilini sevirəm, yəni ərəb dilini daha yaxşı bilirəm. Amma onu əhlindən eşitmək deyir, daha xoşlayıram. Yəni həmin o tacir elm tələbəsi ərəb olduğu üçün. Və deyir, bir gün onu dəvət etdim öz evimə, bir gün onu evimə dəvət etdim və Muhammed ibn Abdülvahhab rahimehullahın həmin bu keçəcəyimiz kitabı, Tohid kitabını götürdüm, üzün cırdım, hansı ki orada Muhammed ibn Abdülvahhab rahimehullahın adı yazılıb. O hissəsini cırdım və kitabı qoydum ora. Və sonra ondan izin istədim ki, indi gəlirəm və deyir, hətta yəni ona macal verdim, imkan verdim ki, o kitabı götürüb oxusun. Gəldikdə gördüm ki, yəni həmin o alim kitabı götürüb oxuyur. Tohid kitabını götürüb oxuyur. Və soruşdu ki, bu kimin kitabıdır?
Mən dedim ki, gedək sən o bir kitabxana var yanımızda, orada yəni həmin o kitabxananın müdürü kitablar haqqında daha çox məlumatlıdır. Yəni bu kitabın üzündən müəllifinin adı qoparılıb da, cırılıb. Gedək onun yanına, yəni ona göstərək kitabı, bəlkə o bizə nə deyir, bu hakim müəllif haqqında xəbər verdi. Və deyir, həmin o kitabxanaya gəldik, o müdürün yanına gəldik, kitabxana müdürünün və ona dedim ki, yəni biz bu kitabın müəllifini bilmək istəyirik və o deyir, məsələni başa düşdü. Və deyir, dedi orada olan işçilərinə ki, oradan Tohid kitabını gətirməyin və kitabı gətirdilər, Tohid kitabını gətirdilər və Muhammed ibn Abdülvahhab rahmehullahın kitabı və dedi ki, üzərini oxu, adını oxudu ki, bu Muhammed ibn Abdülvahhab rahmehullahın kitabıdır. Və həmin o məsciddən alim deyir ki, o kafirin deyir və deyir, o kitabxana yiyəsi də susdu, deyir, biz də sustum, mən də sustum deyir. Və həmin o alim də susdu deyir, sakit deyirdi. Və deyir ki, əgər deyir, "İn kana kitabuhu laqad zalimna." Əgər bu deyir onun kitabıdırsa deyir, biz ona deyir zülm etmişik, subhanallah. Yəni bu kitab Tohid kitabı, əgər o kişinin kitabıdırsa, biz deyir ona zülm etmişik. Yəni onu nə qədər yəni, lənət oxumuşuq. Hər dərsimizdə lənət oxurduq. Hər dərsimizdə onu nə edirdi? Təşvir edirdi. Çünki nə deyir? Çünki ona doğru düzgün xəbər yəni verilməmişdi. Ona yəni alim haqqında doğru düzgün xəbər verilməmişdi. Bu da nədir? Kimlərin halıdır? Bu da nədir? İslam düşmənlərinin halıdır ki, barakallahu fikum. Yəni nədir? Yəni İslam düşmənləri və şeytan başda olmaqla, iblis başda olmaqla, yəni İslam alimləri haqqında, İslam haqqında həmişə nə edirlər? Yəni yalan məlumatlar yayırlar. Hətta insanları elmdən uzaq tutmaq üçün, həqiqi elmdən uzaq tutmaq üçün. Çünki İbn Cəvzi rahmehullahın da buyurduğu kimi, yəni iblis ən birinci, ilk öncə insanları, onları elmdən uzaq tutar, onların elm çırağını söndürür. Çünki elm bir nurdur. Onları elmdən uzaq tutar. Çünki elm bir nurdur. Əgər o nuru, o çırağı söndürərsə, onları zülmətdə istədiyi kimi azdırar. Və eləcə də yəni ta qədimdən günümüzə qədər barakallahu fikum, yəni İslam düşmənlərinin əməlləri, münafiqlərin əməlləri olub ki, nə etmək? İnsanları barakallahu fikum İslamdan uzaq, yəni İslamı daşıyanlardan, həmələtul İslam, yəni İslamı daşıyanlardan, İslamı öyrədənlərdən, doğru düzgün şəkildə öyrədənlərdən çəkindirmək və onlardan uzaq tutmaq, barakallahu fikum. Və deyir, həmin alim bunu bildikdən sonra deyir, nə deyir? Həmin deyir, alim hər dərsində ondan sonra Muhammed ibn Abdülvahhab rahmehullah üçün rəhmət oxuyurdu və tələbələr də onunla birlikdə rəhmət oxuyurdu. Və bu da nədir? Haqqı bildikdən sonra, öyrəndikdən sonra həmin Allah subhanallah, həmin alimə müvəffəq edir qayıtmağa. Və həqiqətən də nə deyir? Günümüzə qədər qardaşlar, günümüzdə də var ta qədimdən. Yəni Allah Rasulunun sallallahu aleyhi və səlləm dövründən günümüzə qədər elm əhlinə dil uzadılır. Elm əhlinə dil uzadılır. Yəni bu həmin misallardan bir. Misal ilk dəfə elm əhlinə dil uzadanlar kimlər olub? Qardaşlar, barakallahu fikum. Münafiqlər. Münafiqlər nə deyir? Bax, biz deyirik ki, salih sələf. Sələf-ü salih. Yəni biz salih sələfə tabi oluruq. Salih sələf, yəni xeyir işlər görən, xeyir əməllər görən sələf. Kimdir bu? Allah Resulü sallallahu aleyhi ve sellem sahabələr, başda Xulafə Raşidin, Əbu Bakır, Ömər, Osman, Əli olmaqla və ondan sonra onlara tabi olanlar, tabinlər, ətbəət tabinlər. Nədir? Salih sələflər, yəni xeyrxah sələflər. Var şər, yəni sələf nədir? Keçmişdə olanlar, keçmişdəkilər, hə? Var şər olan sələflər. Kimlərdir? Münafiqlər, Əbu Cəhil və nədir? Bunlar talih sələf. Talih nədir? Salihin əksi. Yəni şər, yəni pis, şər olan sələflər. Beləcə də həmin o münafiqlər ki var idi ki, Allah Resulü sallallahu aleyhi ve sellem vaxtında Təbuk döyüşündə nə deyirlər? Dedi ki, ilk dəfə elm əhlinə dil uzadan, ilk dəfə elm əhlinə dil uzadanlar münafiqlər olurlar. Hansı ki, Təbuk döyüşündə nə deyir münafiqlər? Deyir, mə rəeynə mislə qurrainə həzə, mə rəeynə mislə qurrainə həuləy, لا أرغب بطونا ما رأينا مثل قرائنا هذا أرغب بطونا ولا أكذب ألسنا ولا أجبن عند اللقاء. Deyir, biz bu qarilərimiz kimi, qari dedikdə nə qəsd olunur qardaşlar? Yəni orada qarilər, yəni alimləri, Quran daşıyanları. Yəni bax, yəni demirlər ki, biz bu insanlar kimi birbaşa qurra, yəni alim qəsd edirlər. Biz bu qarilər kimi, bu alimlər kimi deyir. Yalan danışıqlığı, yekə qarınlığı və düşmənlə görüşdüyü zaman daha qorxaq birisini deyir, görməmişik deyir.
Yəni nə idilər? Səhabələrə tən idilər. Kim idi sahabələr? Elm əhli. Və onlar da yəni alimlər deyirlər. Yəni öz dilləri ilə qurra, qarilər, alimlər deyirlər. Yəni hədisin həmin yerində keçən. Və Allah Subhanahu taala həmin ayədə onları ayəni indirir. Tövbə surəsində bildiyimiz ayə. Əbillahi və ayatihi və rasulihi kuntum testehziun. Allahın ayələri ilə, onun Rasulü ilə və yəni Allahla, onun ayələri ilə və onun Rasulü ilə istehza edirdiniz. Yəni alimlər Allah Subhanahu taala ayələrdir. Ayinlərindəndir. Yəni Allah alimlərə dil uzatmaq nədir? Allah Subhanahu wa Taala'nın dininə dil uzatmaqdır. O günümüzdə insanlar var. Yəni həmin o münafiqlərdən sonra gələn elm əhlinə dil uzadan hər bir insanların həmin o münafiqlikdən payı var. Yəni günümüzə qədər gələn insanlar ki var, günümüzdə görsən insanlar var. Nə deyir? Elm əhlinə nə deyirlər? Murciə deyirlər, təşbihçilər, xavariclər həmin o elm əhlinə, tələbələrə, alimlərə, murciə deyənlərin həmin o münafiqlikdən pay var. Həmin onların xələfi kimdir, sələfi kimdir? Həmin o münafiqlər. Və həmçinin elm əhlinə günümüzdə hizbi, mumeyyi, cürbəcür sözlər deyirlər deyən insanlar var ha. Və həmin o nədir? Həmin o münafiqlikdən onların payı var. Yəni onların sələfi həmin o elm əhlinə dil uzadan həmin o kimlərdir? Münafiqlərdir ki, Allah Subhanahu taala bizi qorusun. Və həmçinin eləcə də səhabələrə, yəni hansı ki günümüzdə görsən rafizlər və digərləri var ki, dinlər səhabələrə, yəni birbaşa elmin mənbəyinə, hansı ki səhabələrdir onlar, daşıyıcılarını, elmin daşıyıcıları, səhabələr onlara dil uzadırlar. Nədir? Onların da nədir? Həmin o münafiqlərdən payı var ki, elm əhlinə dil uzatmaq. Barakallahu fikum. Və onun üçün də qardaşlar, barakallahu fikum, yəni alimlərin daim çalışıb alimlər haqqında, yəni yaxşı fikirdə, alimlər haqqında gözəl zəndə və alimlər haqqında ədəbli, ərkanlı olmaq lazımdır ki, Allah Subhanahu taala bizləri müvəffəq etsin. Və alimlər haqqında danışanın, Allah qorusun, pis sonluğu olur. Alimlər haqqında danışanın sonluğu, yəni yaxşı olmur. Allah Subhanahu taala qorusun. Hətta Yəməndə alimlərdən biri olur, yəni hansı ki özü elm əhli olur. Öldüyü zaman dili ağzından çıxır çölə. Yəni dilin qatdalayıb ağzına sala bilmirlər. Və orada olan tələbələrdən biri deyir ki, vallahi deyir, mən bunun səbəbi yalnız deyir, onun İmam Nəvəvi Rahiməhullah'a dil uzadmağında görürəm. Yəni İmam Nəvəvi Rahiməhullah'a dil uzadardı. Mən bunun səbəbini onda görürəm, deyir, subhanallah. Yəni nədir? Yəni elm əhlinə dil uzatmaq böyük bir bəladır ki, Allah Subhanahu bizləri qorusun. Və həmin o dedi ki, yəni bidət əhlinin İslamdan insanları azdırmaq istəyənlərin ən böyük hilləsi nədir? Elm əhlinə tənə vurmaq, elm əhlinə tənə etmək, elm əhlindən insanları uzaqlaşdırmaq. Yəni iblisin fitnəsidir bu. Yəni həmin o kəslər ki, insanları elm əhlindən uzaqlaşdırır, elm əhlindən uzaq tutur. Təsəvvür ki, həmin o Hindistanlı həmin o alim nədir? Muhammed ibn Abdülvahhab rahimehullah haqqında nə idi? Ona hansı xəbər çatmışdısa, yəni subhanallah, təvhiddən xəbər yox idi, təvhidi oxumurdu. Və nə edirdi? Yəni həmin Muhammed ibn Abdülvahhab rahimehullah haqqında da yəni o pis sözlər danışırdı. Amma o haqq ona bəyan olduqdan sonra nə edir? Tövbə eləyir və qayıdır ki, subhanallah. Yəni bizim də halımız nə olmalıdır? Yəni alimlərin haqqını bilməliyik, alimlərin hörmətini saxlamalıyıq və elm əhlinin, elm tələbələrin dini bizə öyrədən elm əhlinin hörmətini saxlamalıyıq və onları qorumalıyıq. Barakallahu fikum. Hər hansısa bir, yəni görürsən, hər hansısa, subhanallah, yəni hər hansısa bir təkfirçi, hər hansısa bir həddadi gəlir nədir? Gəlir elm əhli haqqında, yəni ömrün günün elmə sərf eləyən, yəni illərlə Məkkədə qalıb, illərlə Mədinədə qalıb, elm öyrənən tələbələr haqqında nə danışır? Filandır, bəsməkandır, filan kəsdir. Yəni subhanallah, yəni sənə kim haqq verir ki, sən onun haqqında danışırsan, yəni sən onun haqqında söz deyirsən. Allah Subhanahu taala bizləri müvəffəq etsin və həmin qardaş da görsün nə etməlidir? Yəni elm əhlinin hörmətini qorumalıdır, elm əhlinin ədəbini qorumalıdır və həmin onlar haqqında böhtanlar, iftiralar atan o zəlalət əhlindən də uzaq olmalıdır və onlara imkan verməməlidir ki, elm əhli haqqında onların yanında danışsın. Barakallahu fikum. Və elm əhli, alimlər, qardaşlar, barakallahu fikum. Yəni bizə məsələləri elə izah edirlər ki, həqiqətən biz elm əhlisiz, elm əhli olmadan məsələləri doğru düzgün qavramır. Yəni elm əhlinin, alimlərin fəhmi, məsələni fəhm etməsi tamam başqa cürdür, qardaşlar, barakallahu fikum. Çünki onlar ömürlərin elmə həsr ediblər. Yəni sən bir kitab oxumusansa, onlar yəni
yüzlərlə, bəlkə də minlərlə kitab oxuyurlar. Hansı ki, alimlərdən eşitmişdik ki, dərslərində olan, yəni günə bir kitab oxuyur. 500 ciddi bir kitabı yəni oxuyurdu gündə. Təsəvvür et, subhanallah, gör nə qədər kitab oxuyur. Günə 500 ciddi bir kitab oxuyursa, gör subhanallah, nə qədər kitab oxuyur. Allahu akbar. Yəni yüzlərlə, minlərlə kitab oxuyur. Yəni sən bir kitab oxun, 40 hədis oxumusan, şərhini öyrənmirsən, öyrənməmisən. Yəni heç fiqhdə heç namaz babına çatmamısan. Heç suları qurtarmamısan, nə deyir? Yəni durub, yəni ömrün, günün elmə həsrliyini alimlər haqqında danışırsan ki, Allahdan qorxmaq lazımdır və elm əhli haqqında ədəbli, ərkanlı olmaq lazımdır, onların haqqını qorumaq lazımdır. Və onlar üçün daim dua etmək lazımdır ki, Allah subhanahu teala onları müvəffəq etsin, Allah subhanahu teala onları sabit etsin, Allah subhanahu teala onları qorusun, xeyir üzərində və özünə itaat üzərində qorusun. Daim elm əhli üçün dua etmək lazımdır. Allah subhanahu teala bizləri də müvəffəq etsin. Və baxaq, qardaşlar, barakallahu fikum. Və indi müəllif rəhməllah kitabına başlayır və deyir ki, Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahimlə kitabına başlayır. Muhammed ibn Abdülvahhab rəhməhullah Bismillahirrahmanirrahimlə kitabına başlayır. Və bunu həm Allah subhanahu wa ta'ala kitabına tabi olaraq, çünki Allah subhanahu wa ta'ala kitabı da Quran-ı Kərimdə bütün surələrin əvvəlində nə ilə başlayır? Bismillahirrahmanirrahim. Yalnız Tövbə surəsi istisna olmalı. Və həmçinin sələflər, yəni sələflər öz risalələrin, öz yazıları, kitabları və onlardan da qabaq Muhammed sallallahu aleyhi və səlləmə tabi olmaqla Allah Rasulü sallallahu aleyhi və səlləm öz məktubları nə ilə başlardı? Bismillahirrahmanirrahimlə başlardı. Və həmçinin ondan öncəki peyğəmbərlərə, hansı ki Süleyman əleyhissalamın qissəsində gəlir, bu Süleymandandır, bu İnnehu Bismillahirrahmanirrahim, bu Bismillahirrahmanirrahimdir, hansı ki göndərdiyim məktubda. Barakallahu fikum. Və nə deyir? Yəni birinci Allahın kitabına tabi olaraq, Allah Rasulü sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olaraq və həmçinin peyğəmbərlərə tabi olaraq və həmçinin sələflərə tabi olaraq, hansı ki sələflər nə deyir? Öz kitablarının Bismillahirrahmanirrahimlə başlayardılar. Və barakallahu fikum, gəlin də alimlərin Bismillahirrahmanirrahimi fəhm etmə qaydasına baxaq. Yəni biz Bismillahirrahmanirrahimi necə başa düşürük? Rəhman və Rəhim olan Allahın adı ilə. İndi gəlin görə subhanallah, baxaq alimlər necə başa düşürlər? Bismillahirrahmanirrahimdən nələr çıxardılar? Subhanallah. Bismillahirrahmanirrahim. Bismillah nə deməkdir? Allahın adı ilə, hə? Birinci, Allahın hansı adı ilə? Bütün adları ilə. Çünki mufrad, mudaf olanda, yəni tək, izafi olanda nə edir? Ümum əhatili. Misal üçün, وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ. Əgər Allahın nemətlərin, orada keçir ki, ayədə, yəni ni'mətəllahi təkdə keçir. Allahın nemətin, yəni ləfsi olaraq, hərfi olaraq tərcümə, Allahın nemətin saymağa qalxsız, saymaq istəsəz sayıb qurtara bilmərsiniz. Yəni, əgər burada bir nemətdən söhbət gedirsə, burada zaten saymağını istəsə birdir də, hə? Amma orada ni'mətullah, yəni Allahın, və in təuddu ni'mətəllahi, Allahın nemətin, yəni Allahın nemətlərin. Yəni, orada nədir? Ümumdur. Yəni, orada tək izafə olunanda nə olur? Yəni, ümum ifadə edir. Yəni, Allahın nemətlərin saymağa qalxsın. Bir dənə, misal üçün, Bismillah. İndi həyatımızda, yəni günümüzdə çox yerdə Bismillah deyir, barakallahu fikum. Allahın adı, yəni Allahın hansı adı ilə? Ümumdur. Allahın bütün adları ilə. Orada barakallahu fikum, orada Bismillah, Allahın adı ilə və orada təqdirdə söz var. Alimlər hansı ki, öldüğü olaraq gətirir. Yəni, orada elə bil ki, feil var. Hansıdır o? Misal üçün, daha doğrusu, alimlər gətirir ki, yəni hər feilin özünə uyğun feilin qorusu, hər bir hərəkətin özünə uyğun feilin qorusu. Misal üçün, su içirsən, əşrabu Bismillah, hə? İçirəm Allahın adı ilə. Birinci və alimlər buyurur ki, Allahın adı ilə hansı adı ilə deyir? Allahın bütün adları ilə. Alimlər buyurur ki, həmin o əşrabunu Allahın adı ilədən sonra, yəni Bismillahdən sonraya keçirsən.
Allahın adı ilə içirəm. Əşrabu. Allahın adı ilə Bismillah əşrabu. Bismillah içirəm. Yəni Allahın adı ilə içirəm. Bu həm hasır ifadə edir. Yəni burada artıq demiş olursan ki, yalnız Allahın adı ilə içirəm. Yəni burada elə ki, sanki nədir? Bir ibadət kimi, sanki həmin onu içməyi ibadətə çevirmiş oldum. Barakallahu fikum. Hə, Bismillah deməklə. Hansı adı ilə? Bütün adları ilə. Həmçinin alimlər buyurur ki, oradakı binin mənalarından nədir? İstəyənə. Yəni kömək istəmək. Bax, biz yəni Allahın adı ilə içirəm. Hə, Allahın adı ilə içirəm. Hansı adı ilə? Bütün adları, Allahın bütün adları ilə bir dediyi kömək mənasındadır. Allahdan kömək istəyərək və həmçinin alimlərdən buyurur ki, təbərrük və təvəssül mənasındadır. Yəni, həmçinin o əşrabunu deyir ki, Bismillahdən sonraya keçirməklə Allahın adı ilə təbərrük edirik. Nədir? Allahın adı ilə bərəkət umuruq. Təbərrük, bərəkət umuruq. Barakallahu. Həmçinin təvəssül etmək. Alimlər buyurur ki, yəni Allahın bütün adları ilə, həmin o Bismillahın mənasına bir dənə baxın, Allahın bütün adları ilə Allahdan bərəkət umaraq, Allahdan kömək istəyirək, Allaha təvəssül edərək, Allah üçün içirəm. Təsəvvür elə bir dənə Bismillahdan gör nə qədər məna çıxdı, subhanallah. Yəni bir insan bunu dərk eləyərək, bunu fəhm eləyərək, bu Bismillahı deyərsə, yəni adi bir insan, yəni adicə Bismillah deməklə, yəni bu Bismillahın arasında, yəni gör nə qədər fərq olar. Barakallahu fikum. Yəni nədir? Onun üçün də alimlərə tabe olmaq, onun üçün də alimlərə tabe olmaq bizə vacibdir ki, barakallahu fikum. Yəni nədir? Hamımız alimlərə tabe olmaq. Barakallahu fikum. Allah subhanahu ta'ala buyurduğu kimi də fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Əgər bilmirsinizsə bilənlərdən soruşun, zikr əhlindən soruşun, elm əhlindən, alimlərdən soruşun. Ona görə də bir dənə Bismillahın mənasında elə qardaşlar, barakallahu fikum, bir dənə Bismillahın mənasında görə alimlər nə qədər fayda çıxartdılar, barakallahu fikum. Allah subhanahu ta'ala müvəffəq etsin. Burada dayanaq inşallah və gələn dərsdən də Allah subhanahu ta'ala köməyi ilə kitabın özünün inşallah Allahın müvəffəqiyyətini, Allahın köməliyi ilə şərh etməyə başlayırıq. Yəni alimlərin şərhi ilə barakallahu fikum. Allah daha doğrusunu bilir. Subhanakallahumma və bihamdika əşhədu an la ilaha illə ente estağfiruka və etûbü ileyk.